Estoniyanın paytaxtı Tallinn'də Avropa Velosipedçilər İttifaqının ildə bir dəfə keçirilən Baş Assambleyasının iclası olub. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də iştirak edib. İclasda çıxış edən Avropa Velosipedçilər İttifaqının prezidenti David Lapartien gündəlikdə duran məsələlər barədə məlumat verib. O, öz çıxışında gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa oyunlarına xüsusi yer ayırıb və Azərbaycanın Bakı 2015-ə hazırlıq işlərini yüksək qiymətləndirib. Qeyd edək ki, Bakı 2015-in proqramına velosiped idmanının 3 növü, şosсе, BMX və mountain bike daxildir. David Lapartien oyunların ən yüksək səviyyədə təşkil edilərək keçiriləcəyinə inandığını bildirib. Tədbirdə Avropa çempionatlarında qaliblərin geyəcəyi yeni formaların təqdimat mərasimində olub. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Avropa Velosipedçilər İttifaqı və bir sıra ölkələrin federasiyalarının rəsmiləri ilə fikir mübadiləsi aparıb. Onlara Azərbaycanda velosiped idmanının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Federasiya rəsmisi bu yöndə dövlətin dəstəyini daim hiss etdiklərini xüsusi vurğulayıb və Bakı 2015-in unudulmaz idman bayramı olacağını deyib. Estoniyanın paytaxtı Tallinn şəhərində Avropa Velosipedçilər İttifaqının Baş Assambleyasının iclası keçirilib. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də iştirak edib. İclasda çıxış edən Avropa Velosipedçilər İttifaqının prezidenti David Lapartien gündəlikdə duran məsələlər barədə məlumat verib. O, öz çıxışında gələn ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa oyunlarına xüsusi yer ayırıb və Azərbaycanın Bakı 2015 hazırlıq işlərini yüksək qiymətləndirib. Qeyd edək ki, Bakı 2015-in proqramına velosiped idmanının 3 növü, şosсе, BMX və mountain bike daxildir. David Lapartien oyunlarının ən yüksək səviyyədə təşkil edilərək keçiriləcəyinə inandığını bildirib. Tədbirdə Avropa çempionatlarında qaliblərin geyəcəyi yeni formaların təqdimat mərasimində olub. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Avropa Velosipedçilər İttifaqı və bir sıra ölkələrin federasiyalarının rəsmiləri ilə fikir mübadiləsi aparıb. Onlar Azərbaycanda velosiped idmanının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Federasiya rəsmisi bu yöndə dövlətin dəstəyini daim hiss etdiklərini xüsusi vurğulayıb və Bakı 2015-in unudulmaz idman bayramı olacağını deyib. Estoniyanın paytaxtı Tallinn'də Avropa Velosipedçilər İttifaqının Baş Assambleyasının iclası olub. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də iştirak edib. İclasda çıxış edən Avropa Velosipedçilər İttifaqının prezidenti David Lapartien gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa oyunlarına xüsusi yer ayırıb və Azərbaycanın Bakı 2015-ə hazırlıq işlərini yüksək qiymətləndirib. Qeyd edək ki, Bakı 2015-in proqramına velosiped idmanının 3 növü, şosсе, BMX və mountain bike daxil ediləcək. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Avropa Velosipedçilər İttifaqı və bir sıra ölkələrin federasiyalarının rəsmiləri ilə fikir mübadiləsi aparıb. Onlara Azərbaycanda velosiped idmanının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Federasiya rəsmisi bu yöndə dövlətin dəstəyini daim hiss etdiklərini xüsusi vurğulayıb və Bakı 2015-in unudulmaz idman bayramı olacağını deyib. Estoniyanın paytaxtı Tallinn şəhərində Avropa Velosipedçilər İttifaqının Baş Assambleyasının iclası olub. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də iştirak ediblər. İclasda çıxış edən Avropa Velosipedçilər İttifaqının prezidenti David Lapartien çıxışında gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa oyunlarına xüsusi yer ayırıb və Azərbaycanın Bakı 2015-ə hazırlıq işlərini yüksək qiymətləndirib. Qeyd edək ki, Bakı 2015-in proqramına velosiped idmanının 3 növü, şosсе, BMX və mountain bike daxildir. Tədbirdə Avropa çempionatlarında qaliblərin geyəcəyi yeni formaların təqdimat mərasimində olub. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Avropa Velosipedçilər İttifaqı və bir sıra ölkələrin federasiyalarının rəsmiləri ilə fikir mübadiləsi aparıb. Onlara Azərbaycanda velosiped idmanının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Federasiya rəsmisi bu yöndə dövlətin dəstəyini daim hiss etdiklərini xüsusi vurğulayıb və Bakı 2015-in unudulmaz idman bayramı olacağını deyib. Tallində Avropa Velosipedçilər İttifaqının Baş Assambleyasının iclası olub. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də iştirak edib.
Gündəlikdə duran məsələlər barədə çıxış edən Avropa Velosipedçilər İttifaqının prezidenti David Lappertien gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa oyunlarına xüsusi yer ayırıb və Azərbaycanın Bakı 2015-ə hazırlıq işlərini yüksək qiymətləndirib. Qeyd edək ki, Bakı 2015-in proqramına velosiped idmanının 3 növü şossi, BMX və mountain bike daxildir. Tədbirdə Avropa çempionatlarında qaliblərin geyəcəyi yeni formalarda ictimaiyyətə təqdim olunub.